Həzrəti Zeynəb salamullah əleyhanın şəhadət günüdür. Fikir versiniz, mən şəhadət deyirəm, vəfat demirəm. Çünki belə yəqinən inanıram ki, xanımın şəhid olması düzdür. Belə aşkar sənədimiz yoxdur şəhidliyi barəsində. Hə, belə götürsük ki, o gördüyü müsibətlər, çəkdiyi müsibətlər, o ağrı acılar xanımın ölümünə səbəb oldu. Bəli, o da şəhiddir. O mənada sözsüz. Amma mən o mənada demirəm. Mən birbaşa deyirəm. Birbaşa xanım Zeynəb salamullah əleyha şəhiddir və ən tutarlı dəlilim də Əbu Hüseyn Yəhya Ubeydili. Bu Mədinə alimlərindən olub, amma Əhl-i-Beyt davamçılarından olub. Çox qədim alimdir bu. Bu hicrətin 214-cü ili dünyaya gəlib. 277-də dünyasını dəyişib. Hicrətin 277. İmam Zaman ağa neçənci ildə dünyaya gəlib? 255. 260-da İmam Həsən Əskəri şəhid oldu. Deməli, İmam Zaman ağanın doğum günündən 22 il keçəndən sonra bu dünyasını dəyişib. Yəni həmən zamanda 11-ci imamın zamanında bu yaşayırdı, 10-cu imamın zamanında yaşayırdı. Həmən alimdir, Mədinə alimidir. Bundan 3 dənə kitab bizə gəlib çatıb. 3 dənə kitab. Onlardan birinin adı Əxbarul Zeynəbiyyatdır. Yəni Zeynəblərin xəbər tarixi. Zeynəblərin. Niyə Zeynəblərin? Çünki bilirsiniz, tarixdə bir neçə Zeynəb adında xanım var. Onlardan biri Zeynəb binti Cəhşdir. Həzrəti Rəsulullahın həm bibisi qızı idi, həm sonra Zeyddən ayrılandan sonra Həzrəti Rəsulullahın xanımı oldu. Onlardan biri Zeynəb binti Əlidir, Həzrəti Əlinin qızı Zeynəbdir və digər adlar da var. Zeynəb adında müqəddəs və mübarək xanımlar var. Ona görə onların barəsində bir kitab yazıb, adını qoyub Əxbarul Zeynəbiyyat. Bir dənə kitabı var Əxbarul Mədinə, Mədinə şəhərinin tarixi barəsində. Bir dənə də Ənsab Ali Əbu Talib var. Yəni Əbu Talib övladlarının nəsəbi, nəsli, kökü. O barədə də kitab, 3 dənə kitab bundan gəlib bizə çatıb. Bu Ubeydili öz kitabında yazır ki, Əxbarul Zeynəbiyyat kitabında yazır ki, xanım Zeynəb salamullah əleyha elə ki əsirlikdən azad olunandan sonra Mədinəyə qayıtdı və tez bir zamanda Mədinədə ayaqlanma baş verdi və birbaşa Həzrəti Zeynəb salamullah əleyhanın buna dəxaləti vardı. Çünki Həzrəti Zeynəb salamullah əleyha İmam Hüseynin başına gələnləri yanıqlı şəkildə, məsələn 1400 ildən sonra məsələn biz danışanda bir-birimizə ürəyimiz yanır İmam Hüseynin müsibəti. İndi təsəvvür edin ki, o hadisəni gözü ilə görən Əli qızı Zeynəb danışanda insanlar nə hala düşürdülər. Fikir verirsiniz də, hə? Fərqi bir hiss eləyin, yaşayın o fərqi. 1400 ildən sonra məsələ, mən sizə İmam Hüseynin Kərbəlasından bir söz danışıram. Bütün belə görürəm də mimikalardan, üzlərdən, indi uzun illərdir də insanlarda haldan hala düşür insanlar, dəyişilir insanlar, kövrəlir insanlar, ağlayır insanlar. İndi bunu öz gözü ilə görən xanım Zeynəb salamullah əleyha gəlib insanlara danışsa İmam Hüseynin müsibəti, gör insanlar hansı hala qalırdılar. Ona görə Mədinənin o zamanki valisi vardı, Yezid tərəfindən təyin olunan Səid ibn Qeys. O məktub yazdı Yezidə, bu vəziyyəti danışdı. Yezid qəti şəkildə ona göstəriş verdi ki, tez bir zamanda xanım Zeynəbi oradan çıxardın. Yəni Mədinədən onu qovun, çıxardın oradan. Bu, yenə deyirəm, Ubeydilinin yazdığı budur. Bu da yenə deyirəm, məsumların zamanında yaşayıb, özü də Mədinədə yaşayıb. Bu çox önəmlidir. Və xanım Zeynəb salamullah əleyha oradan həyat yoldaşı Abdullah ibn Cəfər və digər Bəni Haşimdən bəziləri ilə yollandı. Şam şəhərinin indiki Seydə Zeynəb adlanır, amma qədimdə o kəndin adı Raviyə olub, o yerin adı Raviyə olub. O Raviyə kəndini onu gətirdilər və orada məskunlaşdırdılar və bunu Qəzvini də yazır Seydə Zeynəb bin Əl-Məhdi ilə Əhdi kitabında ki, Qəzvininin bir kitabı var, düzdür, o müasir alimdir. Yazır xanım Zeynəb beşikdən qəbrə tək, belə bir dənə kitabı var. Həmən o kitabında Qəzvini də yazır ki, çox güman ki, amma dəqiq deyə bilmir, çünki əlində sənəd yoxdur. Çox güman ki, Şamda da onu rahat yaşamağa qoymadılar və xanım Zeynəb salamullah əleyha Yezidin tərəfdarları, Yezidin adamları tərəfindən zəhərlə şəhid olub. Yəni, bura qədəri məlumdur, amma yenə deyirəm, onun təfsilatı necə olub, kim eləyib, birbaşa bu işi kim görüb və s. O barədə məlumat olmadığına görə alimlər dəqiq demirlər. Bu Ubeydili də öz kitabında, bu qədim alim, bu böyük alim,
Əxbar-ı Zeynəbiyyatda buna işarə edir ki, onun zəhərlə ölməsinə ehtimal verir ki, xanım zəhərlə şəhid olub. Allah Teala'na and verir xanım Zeynəb salamullah əleyhaya. Çünki var əlimizdə hədisimiz. İmam Zaman Ağadandır, buyurur ki, dərdiniz, hacətiniz olanda bibimiz Zeynəbə təvəssül edin. İlahi, sənə and verir Həzrəti Zeynəbə, Ummul Məsaibə. İstər əziz ruhani qardaşımız Anar da mənə dedi, ona da deyiblər, mənim özümə də deyiblər, iltimas eləyiblər, dua istəyiblər. İlahi, xanım Zeynəbə xatir, o dua istəyənlərin duaların həyata keçirtkin. Bunların hacətlərini rəva ilə. İlahi, kimin çətinliyi varsa, hər növ maddi, mənəvi, sıxıntı, ailə məsələsi və s. Yəni, hər növ sıxıntı varsa, ilahi, xanım Zeynəbin əli ilə insanların, dərdi olanların, sıxıntısı olanların dərdinə dərman elə. İlahi, pərverdigar aləm, ağamız, mövlamız, İmam Zaman ağanın zuhurunu təcil elə və bizi də o zuhura hazır olanlardan qərar verginə. İlahi, and verir səni Peyğəmbər və ali Peyğəmbərə, İslamı və müsəlmanları hər yerdə qalib və izzətli qərar verginə. İlahi, dünyanın hər yerində sülhi, əminamanlığı bərpa elə. Dünyanın hər yerində tökülən nahaq qanlara ilahi özün sahib çıx ki. Və o nahaq qanlara bais olanları məhv-i nabud elə. İlahi, pərverdigar aləm, şəhidlərimizi İmam Hüseynlə məhşur elə. Şəhid ailələrinə, valideynlərinə səbir verginə. İlahi, şəhid balaların xoşbəxt elə. İlahi, yaralı qazilərimizlə baxın, bütün xəstələrə şəfa verginə. İlahi, xüsusilə bu çətin dönəmdə çarəsiz, əlacısız, ağır xəstələrə ilahi, Həzrəti Əliyə xatir şəfa verginə. İlahi, pərverdigar aləm, and verir səni izzət və cəlalı və Qur'an və Qur'anda olan əzəmətli və böyük adları və Əsmaül Hüsnaya, İsmil Azəmi və ilahi pərverdigar aləm, dünya və axirətdə bizi Peyğəmbər və ali Peyğəmbərin ziyarət və şəfaatindən ayrı salma günü.